Azərbaycanda müharibə dünyada informasiya müharibəsi başlamışdı. Harda yaşamasından, kimliyindən asılı olmayaraq dünya Azərbaycanlıları ayağa qalxmışdı. Hansı ölkədə Azərbaycanlı vardısa, oradan ölkəmizə maddi-mənəvi dəstək göstərilirdi. Diasporumuz orduya, yaralı əskərlərə, şəhid ailələrinə, yaralanan mülki şəxslərə, evləri dağılan dinc sakinlərə, həmçinin həlak olanların ailələrinə humanitar yardımlar göndərirdilər. Və hər kəsin bir arzusu vardı. Qarabağ azad olunsun. Həm də bir gün gəlib Qarabağı görə bilsin. Gün gəldi, dövran dəyişdi. Qarabağ Azərbaycan oldu. Diaspora İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq dünya Azərbaycanlılarının işğaldan azad olunan ərazilərə səfərlərini təşkil edir. Komitənin ən iri layihələri həm də Qarabağda reallaşır. Siz çox xoşbəxt adamlarsınız. Biz də xoşbəxtik ki, gəlib burada ağlaya bilirik. Arzunun da arzuları beləcə həyata keçdi. Norveçdə yaşayan Xankəndili Arzu Rızayeva göz yaşları içində doğma şəhərinə gəldi. Yaşadıqlarını diaspor gəncləri ilə bölüşdü. Biri var idi, biri yox idi. Qarabağın qəlbində, dağların qoynunda səssiz, sakit bir şəhər var idi. Bu şəhərin adı Xankəndi idi. Bu şəhər bir qız üçün nəinki doğma yeridir, həm də bir nağıl. Yaşadığı, nəfəs aldığı bir nağıl idi. Uşaqlıq, məktəb illəri, ilk qış, ilk konsert. Gecələr musiqi məktəbindən çıxıb sürüşərək evə gəlmək, qarın sükutunda uşaq gülüşünün şəhərə yayıldığı o anlar. Zaman keçdi, həyat dəyişdi, Şuşaya getdi, təhsil aldım. Sonra Bakıya, oradan daha uzaqlara, Norveçə qədər yolum uzandı. Amma harada yaşasam da, yuxularımda həmişə Xankəndindəki evimizi görürəm. Gözümü açanda elə bilirəm oradayam. O küçələrdə, o havası saf, o ağaclar, yaşıl olan şəhərdə. Norveçə gələndə çox təəccübləndim. Bu ölkənin təbiəti mənə Xankəndini xatırlatdı. Yaşıllıq, dağ havası, qışda yağan qar, yayın sərin keçməsi elə bil ki, oranın davamı idi. Ona görə də bura mənim üçün yad olmadı. Bu yerlər mənə doğma oldu. Çünki o təbiəti artıq mən Xankəndində yaşamışdım. İllər sonra yenidən o şəhərə gedirəm. Sadəcə torpağa deyil, xatirələrimə qayıdacağam və qayıdıram. O küçələrdə gəzmək, o havanı bir daha ciyərlərə çəkmək, o xatirələri bir daha hiss etmək mənim üçün sözlərlə ifadə edilməyəcək qədər əzizdir və dəyərlidir. Xankəndi azad olunanda əlbəttə ki, sevincimin həddi hüdudu yox idi. Yəni bunu heç bir sözlə ifadə eləmək olmaz. Keçən il mənə qismət oldu Xankəndiyə səfər eləmək və ilk şəhərə girəndə gözüm bilmirdim ki, hara baxım ki, yəni avtobusla keçirdik içindən, şəhərin içindən. Hamısına o qədər diqqətlə baxmaq istəyirdim. Həm şəhərdə çox dəyişikliklər olubdu. O köhnə əvvəlki şəhəri üslubunu, şəhərin formasını axtarırdım. Yəni onu istəyirdim, onu canlandıram gözümdə. O hissləri bilmirəm necə izah eləyim. Çox qəribə və çox da doğma hisslərdir. Və həmişə düşünürəm ki, ümumiyyətlə həmişə düşünürəm ki, Xankəndi doğrudan da yaddaşımda qalan ən əziz, ən gözəl xatirələrlə dolu olan bir şəhərdir. Ona görə də mən hətta yuxularımda da ancaq Xankəndi şəhərindəki evimizi görürəm. Gerçektir yoksa yalan.
ki, bir yuxu görürəm və bu hər hansı bir evdə baş verirsə, mütləq o bizim Xankəndidə Timiryazov 1, mənzil 23-dəki evimizi görürəm. Diaspor gənclərinin 6-cı yay düşərgəsinin iştirakçıları onu göz yaşları içində izləyirdilər. Xankəndiyə, Qarabağa ilk dəfə gəlməyin qüruru, sevinci, tarımar olan həyatların hekayəsi ilə bir-birinə qarışır. Sevinç kədərlə qol boyun olur. Düşərgəyə 61 ölkədən gələn 128 gənc beləcə taleləri, ömürləri vərəqləyir, tarixi və siyasi məlumatlar əldə edir, gəldikləri şəhərlə bağlı müfəssəl informasiya alırlar. Qarabağ xanlığı 1747-1822-ci illərdə mövcud olub və bu xanlığın Azərbaycan dövlətçiliyi tarixində xüsusi yeri var. Qarabağ xanlığını əslən Qarabağın Sarıcalı oymağından olan Pənahəli bəy Cavanşir yaradıb. Pənahəli xanın böyük oğlu İbrahim Xəlil xan Cavanşir atası kimi at həvəskarıymış. Onun irxilarında atların sayı 4000-ə çatırmış. Atlar həm əlverişli yük nəqliyyatı vasitəsi, həm də müharibə zamanı döyüşçülərin daimi köməkçiləri olub. İngilislər gücü və gözəlliyi ilə dillərə dastan olan Qarabağ atlarını öz süvari qoşunları üçün məmnuniyyətlə alırmışlar. İbrahim Xəlil Cavanşir 1780-ci illərdən etibarən bütün daşınan əmlakını Qarqar çayının hər iki sahilində yerləşdirib. Onun xidmətçiləri, malabaxanları, bağbanları ailəlikcə burada məskunlaşıblar. İllər ötdükcə həmin kiçik yaşayış məntəqəsi böyüyüb iri bir kəndə çevrilib və el arasında İbrahim Xəlil xanın kəndi, yaxud qısaca Xankəndi adlandırılmağa başlayıb. Xankəndi İbrahim Xəlil xan Cavanşirin şəxsi iqamətgahı olub. O burada gözəl imarətlər, yaşayış evləri və müxtəlif təyinatlı inzibati binalar, karvansaralar, dəyirmanlar, tövlələr, buzxana, cəbbəxana və s. tikdirib. İbrahim Xəlil xan asudə vaxtlarını çox vaxt burada keçirilmiş. Ümumiyyətlə müxtəlif əyləncələr, idman yarışları, xüsusən pəhləvan güləşləri, ovçuluq onu daha çox cəlb eləyirmiş. Həvəskar ovçu kimi tanınan İbrahim Xəlil xan tez-tez Xankəndi meşələrində ceyran cüyür ovuna çıxırmış. Xankəndinin torpağı çox bərəkətlidir. İbrahim Xəlil xan burada ipəkçilik, bağçılıq, bostançılıq və kənd təsərrüfatının müxtəlif sahələrini inkişaf etdirib. Azərbaycanda Sovet hakimiyyəti qurulandan az sonra 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb və Xankəndi onun mərkəzi elan olunub. Həmin vaxtdan bu yaşayış məntəqəsi Azərbaycanda Bolşevik daşnaq dəstələrinin rəhbərlərindən olan Stepan Şamiyanın adına uyğun olaraq Stepanakert adlandırılıb və şəhər statusu alıb. 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə şəhərin əvvəlki adı bərpa olunub və şəhər Xankəndi adlandırılıb. 2023-cü ildən Xankəndi şəhərində Azərbaycan Respublikasının dövlət orqanlarının fəaliyyəti bərpa edilib. Hazırda işğalçılardan və separatçılardan təmizlənən Xankəndi şəhərinin tarixində yeni dövr başlayıb. Azərbaycan xalqı bu qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Və bugün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycan. Dünya heyran bu şirin, vüqarlı doğma söze,
50 milyon insanı kavuşturan mucize. 50 milyon soydaşın damarında kan kan. Ruhumuz, varlığımız, Adımız Azerbaycan. Ben Bilge Akyol, Türk bir atanın, Azərbaycanlı bir mamanın qızıyam. Türkiyədə böyümüşəm. İndi Amerikada təhsilimi görürəm. Təhsilim üçün Floridada olduğumdan ötürü 3 ildir belə dağlıq, yemyeşil diyarlar görməmişəm. Ondan ötürü indi dünyanın hər yerindən dostlarımla vətənimdə olduğum için çok xoşbəxtəm. Çok seviyorum buranı. Xankəndi çok güzeldi, Qarabağ çok güzeldi. Qarabağ bizim de, Azərbaycanlıdır ve her şeyi ben çok seviyorum. Biz buralarda güzel gerek bu yerlerde çok şeyler öğrenirik. Mən Yaqub Şəfizadə, düşərgəyə Yaponiyadan qatılıram. 1 il 4 aydır ki, Yaponiyada yaşayıram və orada magistr təhsili alıram. Müxtəlif ölkələrdən olan həm yerlilərimiz, həm də xarici vətəndaşlarla birlikdə eyni emosiyaları, hissləri bölüşmək, əylənmək, həm də ki, bu işğaldan azad olunmuş ərazilərdə görüləcək işlər barədə professionallardan, bu işin mütəxəssislərindən məlumat almaq bizim üçün çox yararlı oldu. My name is Camilla, I'm 19 and I'm from Denmark. And I really enjoyed my experience here. Everything is so well organized and I love seeing new places I haven't been before, especially Karabakh. And I think it's a great opportunity to get close to my roots and heritage here. Harda mesken salsan, gönlüm canım vətəndə. Böyüyen yüreğimdir, vətən sənin sinəndə. Vətən uzaqda deyil, vətən daha yaxındır. Sən bu elin oğlusan, vətənine yakındır, vətənine yakındır. Vətəndən uzaqlara səni qismət apardı. Mən Səfərova Səbinə Aqil qızı, Avstraliyanın Sidney şəhərindən qatılıram. Bizi bu düşərgəyə dəvət alınan zaman heç düşüncələrimiz bu qədər böyük deyildi. Amma gəlib tanış olduğumuzda çox şad olduq, çox məmnun olduq. Hal-hazırda da mədəniyyət evimizdə olan Şuşadan sizə səslənirəm. Bura çox gözəldir. Məncə hər bir Azərbaycanlı vətəndaşı gəlib burada mütləq bu gözəlliklə tanış olmalıdır. Çox şadam, çox məmnunam. Çox sağ olun. Mən Murad Əliyev düşərgəyə Çindən qatılıram. Hal-hazırda Çində təhsil texnologiyaları üzrə doktorantura təhsil alıram və demək olar ki, artıq biz bir neçə gün həm təlimlərdə iştirak etmişik, həm müxtəlif panellərdə iştirak etmişik və Azərbaycanın dəyərli ziyalıları ilə və müxtəlif dəyərli qonaqlarımızla tanış olmuşuq və onların dəyərli fikirlərini öyrənmişik. Və düşünürük ki, mən düşünürəm ki, Çinə qayıdandan sonra da əlbəttə ki, burada öyrəndiklərimi artıq Çində tətbiq edəcəyəm və Azərbaycanın tanınması üçün öz əlimdən gələni əsirgəməyəcəyəm. Mən Aygül Abbasova düşərgəyə Slovakiyadan qatılıram. Orada magistr təhsilimi alıram. Qarabağa turist kimi 3 dəfə gəlmişdim. Hal-hazırda 4-cü səfərimdir. Diaspora ilə hər dəfə gələndə Qarabağın gözəlliyinə ayrı cür valeh oluram. Komitəyə də bizə yaratdığı bütün fürsətlər üçün təşəkkür edirəm. Mən Akşin Məmmədov, Malayziyanın Kuala Lumpur şəhərində magistr təhsil alıram tarix və sivilizasiya üzrə. Təbii ki, burada əsas bir problem var. Nədir? Azərbaycançılıq ideologiyası və əsasən bizim milli şüarımız nədir?
nədirsə, onu dünyada tanıtmaq və xüsusilə də Qarabağ yeni olaraq işğaldan azad olunan torpaqlarımızdır və bu problemin həllini həll etmək üçünsə bunu dünyada tanıtmaq gərəkir. Diasporun Qarabağa hər səfərində tarixin şah əsəri olan əsrarəngiz Şuşaya getməyin ayrı bir yeri var. Gənclər Şuşa təəssüratlarını sevə-sevə bölüşürlər. Mətin Məmmədli, bura mən Finlandiyadan gəlirəm. Hal-hazırda 19 yaşım var və 3-cü il bakalavriat oxuyuram orada. Mən ümumiyyətlə Şuşanı indiyənə qədər heç görməmişəm. Bugün ilk dəfə oldu ki, gəldim, mən həm qalanı gördüm. Qalada olan o xəbərləri necə olmuşdu ki, burada raket vurmuşdular, onu dağıtmışlar, sonra bərpa eləyiblər. Onu da gördüm və çox maraqlı oldu mənim üçün. Və həmçinin mənim əmim də Qarabağ döyüşlərində iştirak eləyib. Mən bilirəm ki, bu necə çətin anlar idi o vaxt ki, biz evdə qalırdıq, biz çölə çıxa bilmirdik. Bizim əskərlərimiz hamısı burada döyüşürdü, amma biz orada arxadan dəstək eləməyə çalışırdıq. Mediada olsun, Azərbaycan diasporla məşğul olaraq ətrafa yaymaq olsun, bu işlərlə məşğul olurduq. Elə özüm də bunları paylaşırdım, həmişə göstərirdim. Çünki mənim əmim hansı ki Şuşada gəlib burada döyüşürdü. Ben Fatma Zehra Oğuz, Türkiye'den katılıyorum. Azerbaycan'a olan sevgimden ötürü üniversitede olsun, dernekte olsun, Azerbaycan evinde olsun düzenli olarak düzenlediğimiz etkinliklerde, Nevruz bayramlarında, milli günlerde, bağımsızlık günlerinde düzenli olarak anma etkinlikleri yapıyorduk. Her zaman Şuşa'da bulunmak ve Han kentine gitmek en büyük hayallerimden biriydi. Daha öncesinde Nahçıvan'a düzenli olarak etkinlikler, geziler düzenledik. Ama en çok burayı merak ediyordum. Şuşa denildiğinde aklıma ilk önce Harı Bülbül geliyor. Çünkü Harı Bülbül'ün vatanseverlik ve özgürlük simgesi gerçekten her seferinde beni çok mutlu ediyor ve gerçekten Azerbaycan'ı simgelediğini düşünüyorum. Düşerge ilk günden itibaren çok heyecanlı ve çok güzel geçiyor. Burada farklı milletlerden, farklı kültürlerden Türk arkadaşlarımla bir arada olmak gerçekten çok güzel. Emeği geçen herkese çok teşekkür ederim. Hüseynova, Avstraliyanın Sidney şəhərindən qatılıram. Hal-hazırda Sidney Universitetində təhsil sahəsi üzrə təhsil alıb, magistr dərəcəsi alıram. Bildirmək istərdim ki, mən uşaq vaxtlarımdan Qarabağ həsrəti ilə böyümüşəm. Bu torpaq mənim həm atamın, həm anamın yurdu olub. Uşaq vaxtı biz bu şəkillərə baxar, Qarabağın əl çatmaz olduğunu düşünərdik. Amma bugünkü dövrümüzdə şəhidlərimiz və dövlətimiz sayəsində torpağımız əl çatandır. Biz Qarabağa sahiblik hissini tək anlamırıq, həmçinin hiss edirik. Bu düşərgədə iştirak haqqı qazandığım üçün çox sevincliyəm. Abbasova Nurcan, düşərgəyə Azərbaycanın qardaş ölkəsi Türkiyədən qatılıram. Bu düşərgədə olmaq mənim üçün çox qürur vericidir. Özəlliklə işğaldan azad olmuş torpaqlarda rəqs edə bilmək mənim üçün çox qürur vericidir. Bura gəldiyim zaman hər yerdə Türkiyə və Azərbaycan bayraqlarını yan-bayan gördüyüm zaman həqiqətən mən həmişə fəxr etmişəm ki, indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Mən Şama Qubadov, Polşanın Varşava şəhərindən gəlmişəm. Ümumiyyətlə düşərgə haqqında fikirlərim çox müsbətdir, çox gözəl günlər keçirdik. Amma onu deyə bilərəm ki, bugün düşərgə haqqında olan fikirlərim və yaşadığımız hisslər ən pik həddə çatdı. Bugün burada Cıdır düzündəyik, Şuşadayıq, Şuşanın digər görməli yerlərində olduq. Həqiqətən çox gözəl, Azərbaycanın demək olar ki, ən gözəl güşələrindən biridir. Yəni bir sözlə içimdə çoxlu həyəcan var, çox möhtəşəm, necə deyərlər, sözlə ifadə edilə bilməyən duyğular var. Həqiqətən çox xoşbəxtəm. Tural Aliyev, Sinqapur şəhərində qatılıram diasporaya. Əvvəla diasporaya təşəkkür etmək istəyirəm ki, biz gəncləri bu vətənə, bu torpağa, Şuşaya, Xankəndiyə gəlib göstərdikləri üçün mən çox şadam, çox qürur duyuram. Biz neçə gündür Xankəndində qalırıq, Xankəndində yeni tikililərlə, yeni abadlaşdırma ilə tanış olduq. Qarabağ Universitetini ziyarət elədik. Bu bizim üçün çox vacibdir, əhəmiyyətlidir. Çünki diasporaya qatılan, düşərgəyə qatılan 60 ölkədən 120-dən çox fərqli bir gəncimiz burada olan şəraiti, yəni çalışdıqları yerdə, oxuduqları yerdə, yəni orada təbliğ edə bilərlər, məlumatlana bilərlər. Bu çox böyük bir uğurdur. Hər bir insan informasiya daşıyıcısıdır və hər bir diaspor üzrə informasiya müharibəsinin əsgəri
Azərbaycanın yumşaq gücüdür. Onlara verilən istənilən məlumat bu müharibə üçün güclü bir silahdır. من حبيبة من 19 yaşım var. Ben Mısır'danım. Discover Azerbaycan, Galibi ve Xari Bülbül Azerbaycan Merkezinin faal üzvü. Mısır'dan diaspor gençlerinin 6. yay düşergesini Hankandini gelirim. I'm an artist and a student at the Faculty of Art Education Helwani University. I'm so happy to be here in Azerbaijan. Ben Azerbaycan çok severim. I'm so happy. It's an honor to be here today. Thank you. Mən Alaferdil İsmail. Latviya Riga şəhərindən düşərgəyə qatılıram. İlk səfərdir belə düşərgələrdə iştirak etmək şansım olur. Düşərgə gözləntimizin çox üstündədir. Yəni biz belə təsəvvür etmirdik. İşğaldan azad olunmuş ərazilərdə belə bir şəraitin olması bizi həqiqətən də sevindirdi. Adım Məsmə Rüstəmli. Düşərgəyə İsveç ölkəsindən qatılıram, Göteborg şəhərindən. Artıq düşərgənin son günlərinə yaxınlaşırıq. Düşərgə çox maraqlı, çox bilik sahibi olduğumuz bir düşərgə oldu. Həm də görüb götürdüyümüz çox şey oldu. Mənim üçün ən maraqlı günlərdən biri Şuşaya səfərimiz oldu. Birinci səfər idi, gedirdim Şuşaya. Birinci səfərdir Xankəndindəyəm və bu mənim deyər ki, həyatımda mənə çox şey qatdı. Həm bilirki olaraq, həm görüb götürmək olaraq. Ömrüm boyu bu düşərgəni heç vaxt unutmayacağam. Çünki dünyanın hər bir nöqtəsindən özümə dostlar qazandım. Mən Əliyev Toğrul, İtalyan Cenova şəhərindən qatılıram. 25 yaşındayam. Beynəlxalq münasibətlərdə təhlükəsizlik məsələləri üzrə tədqiqatçıyam və doktorantura təhsil alıram. Bir gənc olaraq, bir Azərbaycan gənci olaraq Xankəndində olmaq, Qarabağda olmaq mənim üçün çox yüksək fəxr hissidir, qürur hissidir və qeyd etməliyəm ki, ilk dəfədir ki, mən Qarabağdayam, ilk dəfədir Xankəndinə, Şuşaya getmişəm. Bir neçə gündür ki, düşərgədə iştirak edirik. Açıkçası hər gün ayrı bir proqram, panellər təşkil olunur, gözəl səmərəli vaxt keçiririk. Çox yüksək səviyyədə təşkil olunubdur və buna görə də dövlətimizə təşəkkürlərimi çatdırıram. Mənim adım Fatimədir. Mənim 18 yaşım var. Belçikadan gəlmişəm və bu il iyunda mən orta məktəbi qurtarmışam. Məncə Qarabağ çox gözəldir. Bura çox xoşuma gəldi və fikirləşirəm ki, çox maraqlıdır fərqli ölkələrdən Azərbaycanlılarla tanış olmaq. Vatan senin sinende, vatan uzakta değil, vatan daha yakındır. Sen bu elin olursan, vatanına yakındır, vatanına yakındır, vatanına yakındır. Azərbaycanda müharibə qələbə ilə bitdi. Dünyada isə informasiya müharibəsi davam edir.